Hamınıza salam dostlar, nətər bilirəm ki, yaxşısınız. Bu bizim bu kanalımızın ilk videosudur. Səsdən yayacağım, mənim səsim bilmirəm. Bəzi aranızda gələnlər tanış gələ bilər, bəziləri, yəni bəzi çoxunuza tanış gəlməyə də bilər. Mənim elə bir ki, Azaddır adım və kanalımızın adı bunlar Azad BS-dir. Və mənim bir dənə kanalım var. YouTube'a yazın Azad BS. Baxın, o görərsiniz 196-197 takipçisi var. Hələ son videosu FC videosudur. FC'də şampiyon olduğum videodur. FC şampiyonu son videoda short videosunda demiş orada Free Fire geri dönüm falan. Baxın, həmin o kanal mənim əvvəlki kanalım və o kanalım getdi. Yəni çalınıb falan olmadı. Deyim də nətər oldu. Baxın, mən elə bir Free Fire demişdim geri dönəcəm. Və geri dönmək istəyəndə isə Free Fire bax boş Gmail'lər siləndə çəkib heç kanalımın Gmail'ini sildim və kanalımın parol falan hər şey yanına çıxdı deyə də heç nə yanmadım. Nəysə, ondan sonra Free Fire hesabımı da dedim, kanalımı gətirməyə sahib gətirəmədim. Sonra da yorumları yazdım ki, adamlara kanalım gedib falan. O hesabımın kanalımın abunəçiləri biz üzüldü, düzün desək. Ondan sonra Free Fire geri dönmək istəyəndə Free Fire hesabımın Gmail'inin də parolu yadımdan çıxmışdı. Nömrəm var idi, nömrəyə kod göndərdim, gəldi. Sonra da isə kod yazdan sonra yedeklənmə kodu istədi. Yedeklənmə kodunu heç birində bilmirdim deyə yazamadım və o Free Fire hesabımı da hər gün eləyirəm. Bax, bir həftə boyunca hər gün 2-3 dəfə elədim, heç birində olmadı. Artıq da hesabım, öz hesabımı hansısa bir düdüş silibdi və bildiyiniz Free Fire hesabım getdi. Yəni mən illərdir, 2 ildir ki, bəlkə hesabı əziyyətlə kasmışdım. Desəz Free Fire hesabı hardan bilək, siz səndir falan. Gəlin Azad, həmin dediyim kanalın son Free Fire videosuna baxın, orada hesabımı görürsünüz də. Hesabım yəni var həmin o kanalımda, YouTube kanalımda. Nəysə, yəni mənim kanal hesabım getdi. Mənim yəni YouTube kanalım getdi, həm də Free Fire hesabım getdi. Və mən çox peşmanam ki, YouTube kanalımın Gmailini ayrı qoymuşam. Bunun üçün ayrı. Yaxşı, bura hesabın Gmailini ayrı qoymuşam. Qardaşım da oyundadır. Bu videoda ilk video deyə hesabımızı tanıtacağıq. Bu da mənim qardaşımdır. Elə indi oyundadır. Hə, indi də elə yanımdadır. Adı Eldar. Eldar. Sus bir dənə sakitdir biraz. Nəysə. Keçək videomuza. Nəysə dostlar, yəni buna görə Free Fire karyeramız bitdi. Yəni o kanalın takipçiləri də əgər desə geri dön, ya da siz elə birini desəz geri dön. Yəni mən də Free Fire heç vaxt geri dönə deyirəm. Niyə ki qaqa? Qaqa sıfır yeni hesab kasmaq millət elə bir asandır. Mən hesabı kasana qədər gördüm. Yəni 1 ilə 54 səviyyə, yəni normal qəşəngdir düzünüm. Çox zordur. Onun da səbəbi isə gecə gündüz kasaraq. Mən bircə saniyə dayanmırdım. 1.24 Free Fire kasırdım. O vaxt əziyyətim, nə bilim, isə 4-də 5 dəfə usta olmağım, qəhrəman falan hər şeyim getdi. Nəysə qaqa. Zata baxın, mən Free Fire Prime dönəmim 2024-də idi. Valla Brawl Stars'da da Prime dönəm 2024-də. Baxın, Brawl hesabım 2024-də. Yəni mənim bu Free Fire hesabım, Brawl hesabımı heç kim çala bilməz. Yəni baxın, indi isə bütün da Free Fire yerinə qoyaq da artıq yoxdur Free Fire. Baxın, bütün Brawl hekayəmi danışacağım. Yəni bu video çox biraz uzun olacaq. Nəysə, üşənmədən çəkirəm yazan videonu. Baxın, başlayaq. Mən Brawl Stars'a elə bil ki 2000 ilk dəfə, ömrümdə ilk dəfə 2020-ci ildə başlamışdım. 2020-ci ilin yayında mənim qohumum var idi, adı Vilayət, o mənə öyrətmişdi və həmin Brawl Stars maraqsız gəldiyi üçün 1 saat sonra sildim. Sonra isə həmin o uşaq mənə 2023-ün yay ayında təzədən öyrətdi və bu dəfə 2023-ün yayında sildim. Və sonra isə 2023 yayından 2023 yay yox, 2023 dekabr ayı, qış ayında mən Brawl Stars'ı özüm yükləmək istədim və yaratdan sonra mənim belə bir hesab var idi. Baxın, hardadır hesabım? Baxın, bu Azel Kral. Baxın 2023, baxın hələ.
2023. Mənim belə bir hesabım var idi. Və bu hesabım da getdi. Çünki bu hesabımın Gmail-i bu Gmail-ə bağlamamışım. Supercell baxan hələ Azad yazılır. Yəni buradan inana bilərsiniz. Azad Pro, Azəl. Adı Azəl. Az yəni mənim baş hərfim Azad. Əldə əslində el olacaqdı Azel. Amma çalışıb əl yazmışım. Çünki qardaşımın adı Eldardır. Eldarına baş hərfi Eldir. Azel Kral 0-0 yazmaq istəyəndə Azel yazdım. Kralı bilmirəm niyə yazmışam. 0-14 də sildim rəqəmdir ona görə. Və bu da 2023-də qurulan hesab. Nəysə 2023-də sonra o hesabı kasıb. 2023-də o hesabı kasanda bu hesabı isə mənim elə bil ki, nətər deyim, nənəmin telefonu var, nənəmin telefonu da yükləmiş. Nənəmin telefonu nə idi? Atamın telefonu var, atamın telefonu işləyirəm. Atam da hər axşam işdən gələndə mırta əldə bir həm o hesabıma girirdim. İndi göstərim o azılı hesab. Mənim o vaxt əsl hesabım idi. Həm də buna girib bəzən kasırdım. Və hesabımı 2024-də qurmuşdum da. Nəysə sonra o hesabım Supercell ayrı bağlamamışdım. Brawl bir dəfə silindi deyə getdi o hesabım. Və ona görə bu hesaba keçdim. Sonra isə mənim Nizat adlı qohumum var. Onun da hesabı isə budur. Onun da hesabı isə baxın budur. Niko, yəni Nizat deməkdir. Onun hesabı budur. Bu mənə dedi ki, sən Supercell-ə bağlayaq. Mənə dedi ki, öz Gmail-ini yaz. Gmail-imi yazdım, dedi Gmail-ilə bax kod gəldi. Kodu yazdım və oldu. Hesab bağlamaq falan hər şeyi başa düşdüm. Və bundan sonra da hesabım getmədi belə. Yəni mən ona 2020-də başladım. 2024-də isə Prime Mob'da Brawl Stars'ı mən 2024 bu hesab Qodzil etkinliyinin bitməsini 2 gün əvvəl Qodzil etkinliyinin bitməsini 2 gün qalmış yaratmışam da. Yəni bu hesab mənim Qodzil etkinliyindən beri doğru və həmin o yumurtadan bircə dəfə efsanəvi yazmışdı və içindən də 1000 altın çıxmışdı. Yəni ki 1000 blink var mücəffər. O çıxmışdı. İkisindən biri amma mənim 1000 altın kimi yadıma düşür də. Yəni tam yadımdan çıxıbdı da. Sevmişdim ki millətə yaxşı çıxırmalı sarılma pox çıxdı. Nəysə əsəbləşməyək. Nəysə yəni dostlar mən Brawl hekayəm belədir. Yəni desəz ki Brawl nə vaxt başlamışsan 2020-də başlamışam video belə. 2020-də. Amma 2020-də nətər deyim, tam belə oldu, nətər deyim, bir il falan oynamamışam da, 1 saat oynayıb silmişəm. Amma mən belə ümumi, mən hamı olsa deyim, mən old oyuncu sayıram da. Çünki 2020-də, Brawl 2017-də sayılır, mən deyim ki, 6 ildir bu oyun bilirəm, yəni 6 il əvvəl oynamışam, 6 ildir oynayıram. Yəni 2020-də oynamışam da bu oyunu. 2020-nin oyuncusuyuq biz Brawl Stars'da. Mənim təkcə özü bilirsəm deməyin nə qədər hesabım ki, Brawl'da təkcə onda heç birini Supercell aydı bilməmişəm, yəni Gmail-ə bağlama buna görə. Nəysə dostlar, bugünkü video deyək belədir, hesab tanıtacağım və sizdən xahişim var, o birisi hesabımı, o birisi YouTube kanalımın 196 abunəçinin heç biri, 196 abunəçinin 150-si, ya 140-ı, 120-si, 100-ü falan, bunların dediklərim sayının hamısı Free Fire-ə görə həmin kanal abunə idi. Yəni Brawl'a görə yox. Brawl'a görə 10-15 adam da belə az. Amma bu kanalda indi istədiyim ancaq Brawl Stars. Bu kanalda məni Brawl videosunu görəsiniz. Ancaq Brawl Stars videolar belə. Və arada bir dostlar sizə deyim, FC videosu da atacağım, FIFA videosu, yəni bilərsiniz, FIFA videosu atacağım və bəzən də isə Roblox videosu atacağım. Robloxda da çünki oynayıram, FIFA-da oynayıram, Brawl'da, amma ən çox Brawl'da. Minecraft'da var, maz istəyirəm, çox az bəzən. Nəysə, belə başlayaq indi sizlə birlikdə buna. Yəni demək istəyirəm, bu kanalımın Brawl'a görə zəhmət olmasa like olun, abunə atın. Yəni buradan da Brawl videosu gələcək. Nəysə, keçək videomuza dostlar. Bundan 20 dənə almışam. Nəysə, keçək. Birinci hardan başlayaq sizə? Bir dənə bunları alaq. Bunu da ücretsiz verdi qaqa. İndiyə qədər birisi dəfə ücretsiz vermişsən. Oy, elə bildim Brawl Pass verir free. Ben gözləyim dostlar, gəldim. Nəysə dostlar, gəldim. Daha 17 adı dizi bilirsiniz də. 1 saata başlayacaq. O diziyə baxırdım ki, nə vaxt çıxır. Televizordan görməm də 1 saat var.
deyəcəm, bilmirəm, baxar, mən baxıram, özü çox maraqlı kinoda baxıram və YouTuber olaraq ən sevdiyim YouTuber Boralodur və Boraloya da baxıram. Boraloya da düz qaqanız 2023-dən baxır. 2023 yayından. O adam bana Nizat adlı qohumumu öyrətmişdi. Yəni mənə bildiyin çox şey o oyun haqqında falan belə necə. Nəsə keçək videomuza. Hesabımızı sıfırdan tanıtaq. Ya Allahın adı. Neçə dənə götümüz var. Valla bilmirəm sayı. Yəni belə də, yəni normaldır, yaxşıdır yəni. Amma mən videodan sonra valla bu cür videosunun yarısına baxdım, yarısına gəlib. Ya bu videodan sonra qaqa, baxın mən gedəcəm, bunları kasacağam. Sonra Borlon videosuna baxacağam. Yəni 22 10-a qədər çalışım, çatdırım, baxım. Oy bilələ videonda eləməliyəmlərsə getdik. Borluya da səhər də baxa bilərəm. Nə kimsə Borlu axşam tərəf atır videolar getdik. Ya Allah, şeyli belədir, şeyli və bu. Belədir, yıldız şeyim kuşanmışıq, destans kostümü. Gələcəm, bax, belə göstərim, baxın buradan. Birində profillərimizi göstərək. Profillər belədir. Belədir profillər, belə qəribədir. 38.000 kupayıq, dünya şöhrəti 3 yox, 2. Profilimiz belədir. Surgemaniyəm, ən sevdiyim karakter Surge'yə, Surge'ın hər bütün kostümlər var. Təkcə o efsanevisi yoxdur, efsanevi təkcə çox pisdir, J kostümdür, ona görə. 15 prestijimiz var. 38.000 kupaya görə 15 prestij qəşəkdir, yəni zordur. Baxın da buz prestij. Belədir, bu belədir. Bunlardır. 2.000 kupaya yiyəcəm, 2.000 kupaya yiyəcəm. 2.000 kupaya eləməyə çalışıram daha doğrusu. Eləyəcəm deməyim, birdən Allah eləməsin olmayar. Mən eləməyə çalışıram. Qardaşım bir hesabına girdi. Yəni hesabında oynayır. Baya da kulübdədir. Mən PSG-liyəm deyə PSG qoymuşam. Bu da bizim kulübdür. Gəlmək istəyən gələ bilər, sucuqdadır. Giriş amma 20 kupadır. Qohumun kulübüdür. Baxın o qohumum hardadır. Baxın. Mən yəni kazınımdır. Xalanın ləvər oğlu elə. Bir şey düşünün. Aha, daha 17 çıxır. Bir dəqiqə dostlar, gözləyin. Nəysə, gəldim dostlar. Bir də kostüm sayımızı göstərim sizə. Deməli, oyunda bir dəqiqə bu var. Oyunda 103 dənə Ender kostümü 80 var. 23 dənəsi yoxdur. Onlar da boş şeydir. 124 Super Ender kostümün 73'ü var. Çoxu yəni var. 279 destans kostümün 108 dənəsi var. Dəhşət çox destans kostümümüz var. Dəhşət çoxdur. 38.000 kupaya görə bomba kimidir də kostümümüz. 66 gizemdən 17 dənə. Bu da çox zordur. Çox zordur kupaya görə. 51 kostümümüz efsanevdən 8'i var. Yəni bu da çox zordur. Kupaya görə də daha doğrusu. Və 20 penşajdan 4'ü var. Bu da yəni normal deyək. Tam belə bomba deyil amma ya qəşəkdir. Belə normal zordur. Nəysə, keçəyim videolarımız. Videolar nə deyək videomuza? Nəysə, Nita belədir. Bank şamşam destansıdır. Colt belədir. Coltumuz. Bank şanaq. Primo. Çox zor kostümlərimiz var. Bilməyək. Amma bank şamşam daha zordur. Mən dostlar, baxın bunu almaq istəyirəm. Amma qohumum deyir ki, o Nizat adlı qohumum alma. Siz almıyorsa, baxın sizə göstərirəm. Bilə hardadır o? Hardadır o qədər? Ha, bu. Baxın, mənim main karakterlərim bunlar. Bu profillərin arasında 2 dənə mainim var. Rico, bir də ki Meg. Amma hansını sən daha çox oynayırsan və daha çox xoşdursan və Rico'nu çox sevirəm. Sizə Rico'ya 69 olması ki, bunu alım Rico'ya. Çox zordur. Emoji ilə bu oyuncu simgesi çox zordur qaqa buna görə. Nəsə fikirləşsəm, amma almaqda fikrim var. Amma deyirlər ki, almalı aldımsınız. Mənim dünya şöhrəti profilim var. Nəsə, keçək videoya. El Primo'nu göstərdi. İndi Brock. Brock belədir. Old kostümlərdən var. Bullumuz belədir. Zəban. Məndə şeytan və mələk kostümlərin hamısı var.
Buradan görə bilərsiniz, gözə göstərim sizə. Mənə bilməm, amma şeytan bütün kostum. Baxın, hər şey etkin 7 kostum var da. Baxın indi mənə, buna baxın. 108-dən bax, hamısı var. Baxın, buna baxın, bunlara baxın. Hamısı var, hamısı. Nə desəniz var. Yəni bunları saymayın. Yəni bunların yəni əsl halları, orijinalları var elə. Yəni məndə bütün şeytan melək kostumları, elə bütün spreyləri bilə var. Oy bilə. Lan bu yoxdur. Nəsə onu qozlamıram. Nəysə göstərdik. Yəni belə var hamısı. Qaqağızda var. Rosa belədir, Rosa, Poco belədir. Bu var, bu var, bu. Barley belə. Tikimiz belə gizemli kostüm var. Dynamite mənim ən sevdiyim Sperendir. Jesse belə, Daryl belədir. Rico'muz var belə. Dəhşət çox Rico'da kostüm. Məndə Rico'nun ən dəyərli kostüm var. Gizemli kostüm. Dəyərli kostüm. Bu çünki Cadılar Bayramı kostümdür. Bu sadəcə Cadılar Bayramı etkinliyində gəlib. Başqa fisi yox. Ona görə dəyərlidir. Mən amma bunu quşanmışam. Amma məncə bunu quşanaq. Sizə nə hansını quşanaq? Məncə bunu quşanaq. Hələlik. Daha çox xoşlayıram. 8 bit belədir. Penny belə. Carl belədir. Ultra kutudan çıxdı. Çıxanda səbləşmişdim. Jackie belə. Emizimiz belədir. Emizdə də kostümlərimiz çoxdur. Brawl Pass Plus kostüm bu. Mən Brawl Pass Plus'ını almışdım ad günümdə. Zebani bu. Qaz. Pəmirlə ən yaxşı kostüm var. Efsanevi kostümdür bu. Piper'ımız belə. Piper mən kasmıram. Özü sevmirəm o qədər də. Stu belədir. Efsanevi kostüm var. Bi belədir. Bunu videodan düz 10 dəqiqə əvvəl çıxartdım bu kostümü. Bibi belə. Frank belə. Frank. Griffin məndə ən dəyərli kostümlərdən biri var. Bu sizə ancaq hediyə kutular var da, yeni ildə gələn. Yəni bu kutuda bu kostüm almasın, yeni ili gözləməsi, yeni ildə gəlir. Ona görə quşanmışam. Bir də altın da var, bunlar da var. Bunu quşanmışıq, deyim ki, bu daha dəyərlidir. Nani belədir. Edgar da belədir. Edgar'dan mənim efsanevi kostümüm var. Gizemli kostüm var, hiper kostümüm var. Ən yaxşı 3 enderli kostümlərimiz var. Ay bilə bunu göstərmədi. Grom belədir. Bu mənə pufiri vermişdi. Shopdan, marketdən gizemli kostümdə. Amma bunu quşamışam, daha zordur. Bu şey belədir. Bonnie, Jail belə. Pizza var. Bu var, bu da bu. Pizza daha zordur. Belle'nin ən yaxşı kostümü var. Gizemli kostümü. Colette belədir. Belə. Brawl Pass Plus kostümü. Lola'mız belədir. Bunu quşamışam. Sam belə. Palyaço Sam. Mandy belə. Pearl belə. Pink belə. Maisie belədir. Berry belədir. Angela belə. Sushi, Lerina, Love budur. Trunk belədir. Meeple bu. Şey belə. Bolt belədir. Mortis də çoxdur. Bu var. Bu. Çoxdur. Taramız belədir. Jean belədir. Max belədir. Mr. P belə. Sprout belə ən yaxşısı var məncə. Mənə görə ən zor budur. Byron bu dəyərli də, bu çünki də oyundan qaldırıb. Bunu almaq üçün Subway Surf etkinliyindən çıxartmalıydınız. Squeak belədir. Sukun bütün kostümlər məndə var. Buzz belə. Ruffs belə. Ollie belədir. Ollie nədir? Loy. Fang budur belə. Eevee. Kostüm yoxdur. Janet bu var. Subway Surf. Bu da nadirdir. Məndə Subway Surf'un bütün kostümləri olmalıdır. Olmalıdır. Yox, elə var. Bütün kostümləri var. Bütün kostümləri var. Baxın. Baxın gördünüz də dostlar. Hamısı var. Baxın. Bu var, bir də bu. Üçü də var. Üçü də.
Otis belə gizemli kostümü var, bu da var. Buster belə, Grey belə, Doug belə, Willow belə, Rıtı belə, Miko belə, Charlie belə, Chuck belə, Melody belə, Lily belə, Clancy belə, Ollie belə, Juju belə, Moe belə, bu belə, bu və göstərək. Starno belə, Demian belədir. Demi. Babadan. Çuna başladı yavaş yavaş bir dəqiqə. Ha başlayır çuna dostlar. Videonu tez atım. Baş search belə search'ın bütün kostümlər var. Tez bu search'ın bütün kostümləri göstərim sizə. Hoş geldiniz. Hoş bulduk. Gençlik gibisi var mı? Maşallah size. Değerli bile. What the Benim geleceğinizi biliyordum. Nereden biliyordunuz? Dün meslektaşlarım sizinle röportaj yapmışlar. Onlar söylediler. Nəysə dostlar, videomuz bitdi. Bu da can videoda dostlar qardaşımın hesabını tanıtacağım. Eldar. Eldarın hesabını tanıtacağım. Bu hesabı göstərəcəm. Elələr. Ha. Səsindən eşitəcək Eldar. Bunun hesabı elədir. 41 min kupa. Kupasına görə prestiji məncə azdır. Amma yenə də yaşına görə dəhşət. Uşağın 9 yaşı var. 9 yaşına görə belə bir olma çox zordur. Bu yan profili baxın, belə bir qaralı adam. Qaqazın içinə belə baxın. Burada mən qardaşımın hesabına girə biləm. Buna baxın, Eldar yazılır altda. Bu, o yuxarıdakı Azad Free mənim. Sil. Nəysə dostlar, yavaş-yavaş videonu bitiririk. Sağ olun, özünüzə yaxşı baxın. Hələ mən bunu kasıracağım. Bu oraya böyük ehtimalla səhər baxa biləcəm. Nəysə, sağ olun, özünüzə yaxşı baxın. Sevilirsiniz. Öpürəm hamınızı.